kökəlməməkdən ötürü bəzi prinsiplər var. Birincisi, səhər durun. İmsaka durun, imsaka uyanmalısınız. Bu elə belə olmuyor. Bəlkə kefindən heç kim bunu fikirləşməyib. Belə bir mexanizm düşünün. Səhər durursunuz, saat 5-də. Yeyirsiniz, imsaka durursunuz da, yeyirsiniz, gedib yatırırsınız. Yeyəndən sonra yatanda nə olur? Həzm prosesi hamısı bir-birinə girir, düzgün həzm prosesi getmir, mədə püskünə düşür, adam elə özünə nifrət edir. Problemdir mi? Problemdir. Bütün günü ac qalırsınız, axşam nə edirsiniz? Başlayırsınız yeməyə. Nə qədər, yəni adam dözmür də. Çünki yediniz, yatdınız, yeyib yatandan sonra adam tez acır. Bütün gün ərzində kortizol da yuxarı səviyyələrdə olur. Yəni birincisi, imsaka oyandınızsa da, yedinizsə də yatmayın. İkincisi, imsaka oyandıktan sonra mütləq şəkildə yemək qəbul edin. Çatdırmadım, yatdım, qaldım, qurban olum, tutma. Tutanmırsan da, eləyənmirsən də, ya bunu düzgün qayda qanunla elə, ya da özündən qayda qanun çıxartma. Düzgün, doğru düzgün tut. Və ən əsası, səhər-səhər balanslı qidalanmaq lazımdır. Protein qəbulu, yumurta, pendir, kəsmik və s. dolu bir boşqab olmalıdır. Yeməlisiniz və yatmamalısınız dediyim kimi. Ondan sonra bütün gün ərzində zaten ac olursunuz. Axşam da çox ağır qidalar qəbul etmək olmaz. Yağlı, kalorili, qızartmalar və s. Yüngül yemək lazımdır. Onda kökəlməyəcəksiniz. Probleminiz odur ki, səhər yeyib yatmaq, səhər ümumiyyətdən heç də yeməmək, axşam çox ağır qidalanmaq. Bax, bütün bu 3 dənə saydığım problem sizi orucluqda kökəlməyə gətirib çıxardan problemlərdən olur.